Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya çempionu, Universiada və 1-ci Avropa oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib. Azərbaycan Güləş Federasiyasında nümayəndəliklərdə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub. Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib. Yanvarın 26-sından etibarən Güləş Federasiyasında nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam. Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağında göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəm. O işinin nədən ibarət olacağını da bildirib. İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlardan uşaq gənclər idman məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam. Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Maria Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə Yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar. Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb. Xidmət rəisinin əmri ilə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri komandanının birinci müavini, qərargah rəisi general-mayor Nəsib Mirzəyev tutduğu vəzifədən azad edilərək xidmətin baş idarəsinə rəis təyin edilib. Xatırladaq ki, Nəsib Mirzəyev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər ordeni ilə təltif edilib.